Dünyada çoxlu millətlər, dövlətlər var. Onların da hamısının özünün totemləri var. Totem dediğimiz simvolları. Mesela Ruslarda ayı simvoldur. Yani ay nədir? Tutduğun qopardır. İşte bir arı pətəyinə hücum eləyir. Arılar hər yerinə saçsa da o məqsədinə çatır, yeyir, dağıdır. Gözü doymur. Veya Amerika'da qartaldır. Ağbaşlı qartal. Ağbaşlı qartal da göydən hədəfini seçir, hücum eləyir, götürür, aparır. Qutarda heç kimə hesab vermir. Nə bilim, Çində üç başlı, çox başlı əjdahadır. Hər istiqamətdən hücumlar eləyir, istədiyinə nail olur, heç vaxt təslim olmur. Nə bilim, hər millətdə bir cürdə. Məsələ, İngiltərədə aslandır. Baxmayaraq o torpaqlarda heç vaxt aslan olmayıb. Onlar dünyanın hər yerini zəbt eləmişlər. Elə bir səviyyəyə gəlmişlər ki, üzərində günəşin batmadığı imperiya olmuşlar. Buna elə bir ki, bu totemlər öz xalqının fəaliyyətlərini əks etdirir bir çox dövlətlərdə. Mən biraz daha alicənab olmayan heyvanlar, yırtıcı olmayan heyvanlar barədə danışmaq istəyirəm. Donuzla qoyunu müqayisə eləmək istəyirəm. Məsələn, donuzdur, donuz saxlayan və ya donuza videoda baxan adamlar görüb ki, donuzun balasını tuta bilməzsən, dərhal hücum eləyəcək, ağız atacaq, dişləyəcək, parçalayacaq. Veya obrisi donuzu tutursanız bütün donuzlar qışqıracaq, yeni hücum eləyəcək. Hər hansı bir donuzu aparıb kəsmək, döymək, nə bilim, qışqırtmaq, əl vurdum başlayacaq qışqırıb həyasızlıq salmağa. Və o səs-küyündə də obrisilər hücum eləyəcək, ya onlar da qışqıracaq. Və vəhşi donuzlar dediyimiz qabanlar isə ümumiyyətlə şirə, pələngə, nəyə gəldi, hücum da eləyir, əks zərbə də qoyur. Bir də var qoyunlar. Qoyunlar balasının gözünün qabağında yıx yerə kəs, keçir şişə kabab elə ye, qoyunun vezinə olan deyil. Nə ana bilirlər, nə bala bilirlər, nə böyük bilirlər, nə kiçik bilirlər. Bir dənə saqqallı keçi düşür qabağına, məliyə-məliyə salır, hara istəsən aparır. Bir axsaq keçin dalınca düşüb dediyin yerə, hər yerə lazımdır, qoyun gedə bilir. Biraz da sürüdən qırağa çıxanlar üçün bir itdən zaddan da saxladım, o Avstraliyada tətbiq edirlər onu. İt bütün sürünü idarə edir, bir it. Yani bu da bəzi ümumi olarak bu saydığım dövlətlərin xaricində qalan bir çox dövlətlərdə də əhali bu cür bölüşür. Yani bəzi əhali donuz xasiyyətlidir, tələbkardır, qışqırandır, bağırandır, həyasızlıq salandır, öz haqqını qoruyandır, heç kimə güzəştə getməyəndir. Bəzilərində də belə qoyundur da, sür hara istəyirsən, sür dərəyə. Qonşusun tut apar, kəs, yanındakı öbürsü sürünü şeylə, kabab elə, ye, qoyun elə öz otunu otlayacaq. Veya gedib bir bağlaca böyürtkən koluna ilişsə, elə orada çapalayıb, boğulub orada qalacaq, heç qaçan da deyil. Biraz güc eləsə kolu kökündən qopardı, amma heç onu da eləyən deyil. Maraqlı böyle şeydir, bunu biz bir dəfə bir məclisdə söhbət eləmişdik və orada bir çox maraqlıdır ki, molla idi həmən adam və molla bu nümunəni gözəl çəkmişdi. Ben de dedim sizinlə paylaşım. Bu videoları bəyənməyi, təqib atmağı, izləməyi yaddan çıxarmayın. Xoşunuza gələn videolar olundu ki, bu daha çox adama çatsın. Sağ olun.